Müəssisənin enerjiyə olan tələbatını ödəmək üçün 180 min ton daş kömürdən istifadə olunur. Daş kömürü neftlə əvəz edilərsə, müəssisəyə nə qədər neft lazımdır? Bildiyimiz kimi, daş kömür şərti yanacaq, 1 kilo daş kömürə şərti yanacaq vahidı kimi qəbul olunur və daş kömürü biz əmsalını 1 kimi qəbul etsək, neftin əmsalı isə 1,5-dir. Yəni bu o deməkdir ki, neft kömürdən 1,5 dəfə daha çox istilik verir. Belə ki, biz kömürü neftlə əvəzləmək istəsək, 1,5 dəfə daha az neftə ehtiyac olacaq və bunu beləliklə biz o zaman nə etməliyik? Bizə verilən 180 min ton nefti biz əgər kömürlə kömürü, daha doğrusu daş kömürü neftlə əvəz etmək istəsək, bunu neftin əmsalı, yəni 1,5-ə bölüb təyin edə bilərik. Beləcə bizim doğru bəndimiz 120 min ton olacaq. Belə ki, biz 180 min tonluq daş kömürü 120 min tonluq neftlə əvəzləsək, eyni qədər istilik almış olarıq.